Salam değerli izləyicilər. Biz bugün 17 may Güvən Nəşriyyatının tərtib etdiyi 10-cu sinif sınaq suallarına baxacağıq. Gəlin birinci suala baxaq. HTML dilində verilmiş kod fraqmentinin nəticəsini müəyyən edin. Burada görürük ki, OL verilibdir. OL biz bilirik ki, nömrəli siyahıdır. Li isə siyahı elementidir. Yəni OL nömrələnmiş, nişanlanmış deməkdir. Yəni bu zaman belə olacaqdır. 1, 2, 3 və qarşıda nə var? A var, B var, C var. A, B, C. Bu şəkildə olacaq. Cavabımız olacaq A variantı. 62-ci suala baxaq. 192 KB vurulsun 5 bölünsün 3072 ifadəsini deyir baytla tapın. Bunu 2 baytdan bayta keçəndə 192-ni belə yaza bilərikmi? 2 baytdan bayta keçəndə 1024-də vurmalıyıq. Vurulsun 5 bölünsün. 3072-də 3 vuraq 1024 deməkdir. Və yanında bayt. 1024'dən ixtisar gedir. 192'ni 3'ə böləndə eləyəcəkdir 64. 64'ü də 5'ə vuranda eləyəcək 320 byte. Yəni Y variantı. 63-cü suala baxaq. Hansının klaviaturanın xidməti düymələrinə aid etmək olar? Burada home, page up, page down, end belə deyim. Kursorun idarə etmə düymələridir. Tab isə xüsusidir də, yəni xidməti düymədir. B variantı. 64-cü suala baxaq. Verilənlər bazası cədvəlində not verilibdir. Burada A hərfi, and, soyad, B ulduz. Sorğusu tətbiq edildikdə hansı yazılar görünər? İlk olaraq buna baxırıq. Yəni burada mötərizələrin içərisindəkilər nə verilibsə, not qarşısında not verilibdir. Yəni onlar olmasın. Deyir adın sonuncu hərfi A olmasın və soyadın başlanğıc hərfi B olmasın. Çünki qarşıda not var. Not nə deməkdir? Deyil də, yox deməkdir. Burada da and var və burada bizim v'miz olacaqdır. Baxırıq variantlara. Baxın burada veya var. Ona görə B variantı getdi. B variantı getdi. Sonra veya var, veya var. D variantı getdi, Y variantı getdi. İki variantımız qaldı. Deyir A ilə, sonu A ilə bitməyən. Bitməyən bizə lazımdır. Çünki qarşıda not var axı. Deyir A ilə başlamayan. Başlamayan yox. Bitməyən bizə lazımdır və soyadı B ilə başlamayan lazımdır bizə. Bəli, bitməyən və başlamayan cavab olur A variantı. 65-ci suala baxaq. 264'ün kvadratı onluq ədədini 16'lıq say sistemində ifadə edin. 264'ü biz belə yaza bilərikmi? 256 üzərinə gəlsin 8'in kvadratı. 256 nə deməkdir? 2 üstü 8 üstə gəlsin 2 üstü kubun kvadratı. Bu şəkildə yazdım. Daha sonra gəlin mötərizəni müxtəsər vurma düsturuna uyğun olaraq açaq. Bu olacaqdır 2 üstü 16. Üzərinə gəlsin 2 vurulsun 2 üstü 8 vurulsun 2 üstü 3. O da eləyəcək 2 üstü 12. Üzərinə gəlsin 2 üstü 3'ün kvadratı. O da eləyəcək 2 üstü 6. Deyir 16'lıq say sisteminə keçirin. 2 üstü 16 biz belə yaza bilərik. 2 üstü 4 üstü 4. Üzərinə gəlsin 2 üstü 4 üstü 3. Üzərinə gəlsin 2 üstü 4. Qarşıda da bir dənə nə çatışmır? 2 üstü 2'miz çatışmır. Vuraq. Qarşıda da bir dənə 4. Bunu da belə yazmaq olarmı? Bu nə deməkdir? 16 yanında daha doğrusu. Bir yanında 4 dənə 0 deməkdir bu. Üzərinə gəlsin 1 yanında 3 dənə 0. 1 yanında 3 dənə 0. Bu da 4 yanında 1 dənə 0. Toplayanda eləyəcək 0, 4, 0, 1, 1. 1, 1, 0, 4, 0. 1, 1, 0, 4, 0. Yəni D variantı. 65-ci sual olacaq. D variantı. 66-cı suala baxaq. 6 simvollu şifrə hazırlamaq üçün 26 simvolluq ingilis əlifbasının böyük və kiçik hərflərindən və 16'lıq say sisteminin simvollarından istifadə edilib. Hər bir şifrə yaddaşda minimal və eyni bayt uzunluğunda hazırlanmışsa 30 belə şifrə yaddaşda neçə bayt yer tutar? Burada deyir ki 6 dənə simvollu şifrə hazırlayır bizə. Yəni burada da bizə deyir ki eyni tam bayt uzunluğunda. Yəni bir dənə 6 simvollu şifrədirsə 6 bayt eləyəcək. 6 bayt. Bir dənə şifrəni yaratmaq üçün 6 bayt lazımdırsa 30 belə şifrəni yaratmaq üçün neçə bayt lazım olar? 2. O da tənasüblə vuranda olacaqdır 180. Yəni cavab olacaq A variantı.
67-ci suala baxaq. İlk 20 natural ədədin cəminin tapılması alqoritmi üçün verilmiş blok sxemində sıra ilə A, B və C üçün nə qeyd edilməlidir? Burada ilk 20 natural ədəd tapılmalıdır. Bilirik ki, bu zaman ilk 20 natural ədədi tapmaq üçün i1-dən başlamalıdır. Buna görə qalır B ilə Y variantı. Bir də məsəl üçün burada biz i kiçik 20 yazsaq, burada 19-a qədər olacaqdır. 20 daxil olmayacaq axı. Ona görə kiçik bərabər yazmalıyıq ki, 20 də ora daxil olunsun. Ona görə də Y variantında bu gedir, qalır cavab B variantı. Və onların da nə edir? Cəmi üçün, cəmi olmaq üçün də S plus I olmalıdır. Burada səhv eləmirəmsə 1 yazılıbdır, tam belə görünmür. I, yəni onları cəmləməlisən də, yəni hər dəfə I olur 1, 2, sonra bunları cəmləməlisən də. Bir vahid artırmaq burada. Yəni 1-i cəmlə 2-ni, sonra 3-ü cəmləyəsən, üzərinə gələsən. Burada amma 1 vahid artır. Yəni ona görə yeni variantı yanlış olur. Cavab olur B variantı. 68-ci suala baxaq. Elektron cədvəldə hansı diapazona əsasən diaqram qurulubdur? Burada 50%. Bax bir dənəsi, məsəl üçün. Tutaq ki, bura 4-dürsə, buranın yarısı 25%, 2 olmalıdır da. Bura baxaq, məsələn, A1-dən A3-ə. A1-dən A3 nədir? 15, 2, 10-dur. Dərsən, hə, elədir. Yəni, bu olmayacaq axı. Yəni, bura olur, məsələn, A1, bura olacaq, bir dənə buranı silim. Hə, bura olacaq, məsələn, A1, bura olacaq A2, bura olacaq A... Yox, daha doğrusu düz işarə eləmədim. Bura A1-dir, bura A2-dir, bura A3. Burada deyir 15, 2, 10, o uyğun olmayacaq da. Elə bir şey yer götürməliyik ki, məsələn, dediyim kimi, bura bir dənəsi 4-dürsə, digərləri 2 olmalıdır, eyni olmalıdır. Burada da baxacağıq ki, baxın, burada 10, 5, 10. B1-dən B3-ə. Yəni, 2 dənəsi eynidir. Bir dəqiqə. Baxın, burada, baxın, 10, 10, 20. Bu olur A3-dən C3-ə. Çünki 2 dənəsi eynidir. Bu, məsələn, 50% isə 20. Digərləri də 25%, yəni 10 yarısı. 10, 10. Yəni A3-dən C3-ə. Cavab olur burada D variantı. 69-cu suala baxaq. Deyir ki, 1, 2, 2 ayağında ilk S. Üzərinə gəlsin 25, ayağında x üstə bərabərdə 62. 9-luq say sistemində deyir, x-i müəyyən edin. Gəlin bunların hər birinin 10-luq say sisteminə keçirək. Bu zaman üzəri nömrələnir 0, 1, 2, 0, 1, 0, 1. Olacaq x kvadratı üstə gəlsin, 2x üstə gəlsin, 2, üzərinə gəlsin, 2x üzərinə gəlsin, 5, bərabərdir 54, üzərinə gəlsin, 2. Bu da eləyəcək 2x kvadrat üstə gəlsin 4x. Bu da eləyir bu tərəfə keçiləndə 56-nı. 56-dan da 7-ni çıxanda. Burada görməmişəm. 25-in ayağında 7 yazılıb. Bir dənə bunu silim. Başdan yazaq. Səhv görmüşəm. Deməli, 1, 2, 2, ayağında x üstə gəlsin. 2, 5, 7-lik say sistemində 62, 9-luq say sistemində. Heç nə, üzəri nömrələnir, 10-luq say sisteminə keçirilir. Əgər bunları bilməsəz, say sistemləri olan videonu mütləq izləyin. Biləcəksiniz. X kvadratı üzərinə gəlsin 2x üstə gəlsin 2. Üzərinə gəlsin 14. Üzərinə gəlsin 5. Bərabərdir 54. Üzərinə gəlsin 2. Bu da olacaq x kvadratı. X kvadratı üzərinə gəlsin 2x. Bura elədi. Bunlar 2-lər getdi. Yəni birim bu üzə keçəndə mənfi olacaqdı. Yəni ona görə. Sonra 54 bu üzə keçəndə olacaqdı. 40, 40-dan da 5-in çıxanda 35. Minus 35 bərabərdir 0. Bu da diskriminantını tapsaq, yəni kökləri tapsaq, kökləri biri olacaqdı x 7, x1 7, x2 də mənfi 5. Yəni burada da mənfi ola bilməz. Ona görə cavabımız olacaq 7 Y variantı. 70-ci suala baxaq. Deyir ki, doğru yazılmış fayl adını müəyyən edin. Fayl adında bilirik ki, bu slashlər, sonra düz xət, qoşa nöqtə, ulduz, sual, dırnaq, böyükdür, kiçikdir işarələri olmaz. Görək bunlardan deyir doğrunu müəyyən edin. Burada
Burada D variantında baxın kiçikdir var. Kiçikdir var, ona görə getdim. Sonra daha sonra A variantında ulduz var, getdim. B variantında sual işarəsi var, getdim. Y variantında baxın, burada V yoxşuyur, 2 dənə slash verib amma. Ona görə Y variantı getdik, qalır cavab C variantı. Sonra 71-ci sual. ASCII kod cədvəlində 7 və 5 simvolunu cəmini 16-lıq sayı sistemində hesablayaq. 7-nin baxaq. Baxın, burada 1,49-dursa, baxın, onluq sayı sistemində birinci 49-dursa, 2-ninki 50-dir, 3-ünkü 51-dir kodu. 4-ünkü 52-dir, 5-inki 53-dür, 6-nınki 54-dür, 7-ninki neçədir? 55. 55-dir. Deməli 55. Sonra deyir, üzərinə gəlsin B-nin. A 65-dirsə, A-dan sonra nə gəlir? B gəlir. O da 66. Bunların cəmi neçə eləyir? 1, 65, 120, 131. Biz bunu indi 10-luq sayı sistemindədir də belə. Gəlin 16-lığa keçək. 10-luqdan da 16-lığa keçəndə bölürük. Gəlin 131-i bölək 16-ya. O da eləyəcəkdir. Burada səhvə yol verdim mən. Bu 55-dir. 55-nə 7-ninki, çünki 7-nin kodu 55-dir burada. 55-nə 66-nı toplayanda bizə verəcəkdir nə? 121. 121-i də 16-ya böləndə 7 dəfə düşəcəkdir. 42, 4 yadda, 7 birim yer, 112. Burada da qalacaq 9. Yəni cavab olacaq 7, 9 A variantı. Gəlin 72-ci suala baxaq. Deyir ki, 72-də D4 xanasını tapın. Samı birinci burada D4-də verilibdir ki, B1-dən B3-əni topla, bir də D3-ü topla. D3-ü tapmaq üçün də D1-dən D2-ni tapmaq lazımdır. D1-də də nədir? Sam A3 qoşa nöqtə C3, yəni A3, C3 diapazonunda toplamaq lazımdır. A3, C3 deyir bizə. Yəni buranı. Bu da neçədir? 2, 4, 4. Eləyəcək 10. Yəni birinci sətrimiz olur 10. İkinciyə baxırıq. Maksimum A1, C4. A1 böyükdür, C4 nöqtəli vergül verilibdir. A1 ilə C4. C4 böyükdür, yəni cavab olur 9. D1 ilə D2-ci cavab olur 19. Burada da average veribdir. Deyir average B1-dən B3-ə. B1-dən B3-ə 2, 3, 4-dür. 2, 3, 4. Average, yəni sayına, topla sayına böl, üzərinə də gəl D3. D3 neçədir? Burada tapmışdıq 19. Bu eləyir 9. 9-u 3-ə böləndə 3. 3-ün də üzərinə 19 gələndə eləyir 22. Cavab olur B variantı. 73-cü suala baxaq. Verilmiş qrafda İran məntəqəsinə, o məntəqəsinə olan müxtəlif yolların sayını tapın. Burada A-dan O-ya bir dənə, 1. Biraz xəttlər tam belə aydın görünmür şəkildən. Belə, bildim. 1 B-yə daxil oldusa, 1 də çıxacaqdır. Çıxan oxların hamısına 1 yazaq. C-yə 1 daxil oldusa, 1 də çıxacaq. Burada Y-yə də 1 daxil oldusa, 1 də çıxacaq. Burada 1 gedəcək. Sonra F-dən də F-ə 1 daxil oldu, 1 də çıxacaqdır. Burada baxırıq. D-yə neçə ox daxil oldu? 3 daxil oldusa 3 də çıxacaq. C-yə neçə daxil oldu? 1, 3 oldu. 1, 2, 5, 6, 7. 7 də çıxacaq. F-ə də 1 daxil olmuşdu, 1 çıxacaqdır. H-a neçə daxil oldu? 9. 9 da çıxacaqdır. Sonra K-ya 9 daxil oldusa 9 çıxacaqdır. M-ə 9 daxil oldusa elə 9 çıxacaqdır. Sonra J-yə 9 daxil olubsa 9 da çıxacaqdır. Daha doğrusu J-yə burada ox gəlir. Baxın, buradan ox gəlir. Deməli, elə neçə daxil oldu? 3 dənə 9-um 27. Deməli, 27 gələcək buradan. Buradan da 9 gəlib J-yə. Eləyir 36. Burada 36 çıxacaq. Bura eldən 27 gəldi. Sonra burada eldən 27 gəlir. İndi bunları toplayanda
9-dur, 27-dir. Buradakı enə də 27 ilə 36 gəlibdir. Onun cəmi də eləyir 3, 63. Bir də 63-ün cəmi bizə lazımdır. Eləyir 27 üzərinə gəlsin, 9 üzərinə gəlsin, 63. Bu eləyir neçə? 80, 90, 99. Yəni cavab olur Y variantı. Ümid edirəm ki, düz etdim. Yəni burada oxlar çox kiçik görünür. Yəni gördüyüm qədərilə düz etmişəm. İnşallah düzdür. 74-cü sual. Alqoritm icrasından sonra B dəyişəni 53 qiymətini alıb da, dəyişənin ilk qiymətini tapın. Burada deyir B 53 qiymətini alıb. Yəni 53 bərabərdir A üstəgəl B üstəgəl 4. Belə suallarda gəlin test tapaq. A plus B bərabər olacaq neçəyə? 49-a. Yuxarıya baxırıq ki, A-dır. A verilibsə, burada A-nı tapmaq lazımdır. A-nı tapaq, 49 minus B. Yuxarıda aparıb yerinə qoyaq. 49 minus B bərabərdir 2A-ya. Yuxarıya baxıram ki, B lazımdır. Deməli, buradan B-ni tapacağıq. B, mənfi B bərabərdir 2A minus 49. Hər tərəfi mənfiyə vursaq, eləyəcək müsbət B bərabərdir 49 minus 2A. Aparıb B-də yerinə yazaq. Bura. 49 minus 2A bərabərdir. B üzərinə gəlsin 3A. Sonra bu da eləyəcəkdir. Belə deyim, 49 minus B bərabərdir 5A-ya. Yuxarıya da baxıram ki, B-ni 4 verib. B-ni gətirib yerinə yazaq. 49 minus 4 bərabərdir 5A-ya. 45 də bərabərdir 5A-ya. A da bərabərdir 9-a. Yəni cavab olur B variantı. Sonra 75-ci sualda deyir 1, 5, 7, 8 say sistemində 1, 5, 16 da nəticəsini ikili say sistemində hesablayın. Hər ikisini onluğa gətirib daha sonra ikili say sisteminə gətirmək daha yaxşı olar. Təbii ki, ikiliyə də keçirib toplaya bilərik. Amma onluğa gətirib toplayan zaman onda heç bir səfər yol vermərik də, yəni gözümüzdən heç bir şey qaçmaz. Gəlin yazaq, 8-likdən 10-luğa keçəndə 1 üzəri nömrələnir, eləyir 64, üzərinə gəlsin 40, üzərinə gəlsin 7. Bu da eləyir 104, 111. Sonra 15-i, 1-5-i daha doğrusu 16 say sisteminə keçirəndə 16 üzərinə gəlsin 5, eləyəcəkdir 21. Bu ikisinin cəmi 10-luqda cəmləyək. 111 ilə 21-i cəmləyəcək, eləyəcəkdir 132. 16 ikiliyə də keçirəndə 132-ni gəlin. Burada biz asan yolla keçək. 2-nin qüvvətlərini yazaq. 1, 2, 4, 8, 16, 32, 64, 128. 128-i götürək. Digərinə 0, 0. 132 alınması üçün bir də 4 lazımdır. Digərlərinə də 0 yazırıq. Yəni olacaq 1. Yanında 4 dənə 0 və 100. D variantı. 75-də cavab olur D. 76-cı suala baxaq. 76-cı suala baxaq. Deyir ki, verilənlər bazası cədvəlində sorğu tətbiq edildikdən sonra aşağıdakı yazılar görünür. Sorğunu müəyyən eləyək. Baxaq bir dənə. Burada deyir ki, məsəl üçün baxıram ki, A variantına ad sonu A hərfi ilə bitir. Baxıram ki, burada hamısının adı A hərfi ilə bitmir. Ona görə A variantı yanlışdır. Ulduz A o deməkdir ki, yəni sonu A hərfi ilə bitir. A variantı getdi. Daha sonra ortalarda deyir A hərfi var. Bütün hamısının ortasında A hərfi yoxdur. Ulduz həm simvol ola da bilər, olmaya da bilər. Yəni boş da ola bilər. Y variantına baxıram. Elə deyir A-dır. Ad A-dır. Ad A deyil axı. Adlarda başqa hərflər də var. Y variantı da yanlışdır. D variantına baxıram. Sonu deyir Ə hərfi. Yox, sonu yox. Ortalarında Ə hərfi də olur. Baxın, Akifdə, məsələn, Raufda Ə hərfi yoxdur. Leylada A hərfi yoxdur. Ə hərfi yoxdur. Burada deyir ki, Ə hərfi də var. Ona görə cavab D variantı da yanlış olur. Qalır əlimizdə B variantı ilə C variantı. Daha sonra ikinci tərəfə baxaq. Deyir ortada A hərfi də var hamısında. Yəni və yaxud sonda da ola bilər. Yəni V-də. Bu ola bilər. Soyad hələ ki doğrudur. Deyir yaşı 22-dən böyük yazıblar. Bir də 21-dən böyük. Yaşı 22-dən böyük ola bilməz. 22-dən böyük olsaydı, bərabər olsaydı bu da düz idi. Yəni yaş böyük bərabər olardı 22, yəni 22 və 22-dən yuxarı olanlar. Amma burada elə yazıb ki, yaş 22-dən böyük olanlar. Onda nələr götürülür? 23 götürülür də. 22-nin özü götürülə bilmir ki. Amma burada ona görə bu yanlış olur. Amma C variantı doğru olur ki, deyir yaşı 21-dən böyük olanlar. 21-dən böyük olanlar hansılardır? 22, 23, 24 hamısı. Burada da çünki 22 var da, yəni bu 22 var.
Ona görə cavabımız olur C variantı. 77-ci suala baxaq. Mətn faili Unicode standartında 16 simvollu standarta keçdikdə həcmi 6 KB azalıb. Faildəki simvol sayını müəyyən edin. Bizim düsturumuz var. Yəni yazaq düsturumuzu. SS vurulsun, yəni simvol sayı vurulsun. I bit bir simvolun həcmi bərabərdir H-a. Deyir fayl Unicode-a keçəndə SS vurulsun. Unicode-da bir simvolun həcmi 16 bitdir, bərabərdir H. 16 simvollu əlifbada SS bərabərdir n bərabərdir 2 üstü i-dən tapırıq ki, i-miz 4 bitdir, n bərabərdir 2 üstü i. 16 bərabərdir 2 üstü i-yə, bu da 2 üstü 4 deməkdir. I-miz əsaslar eyni olanda qüvvət üstləri bir-birinə bərabər olur. Bura yazırıq SS vurulsun 4 bit bərabərdir H. H deyir ki, 6 KB azalıbdır. Onda nə olur? H minus 6 KB. 6 KB. İndi bir dənə baxırıq ki, bir tərəf bitdir, bir tərəf kilobaytdır. Ona görə gəlin biz kilobaytımızı keçirək bitə. Yəni vuraq 2 üstü 13 bitə. Bu suala aid video hazırlamışam, YouTube-da var. Girib onları izləyə bilərsiniz, daha aydın olar sizin üçün. Yəni orada xırdalığına qədər nümunələrindən izah eləmişəm. Bunları alt-alta çıxanda, SS-ə bir dəyişən kimi baxsaq, x baxaq. Alt-alta çıxanda, 16-dan 4-ə çıxanda 12 bit, SS yazım və yaxud x yazıram. SS-ə x deyirəm. H-dan da H minusu, bunları çıxsam, yuxarıdan aşağı çıxanda, mənfiyə görə açılanda, mötəzə belə olur da, H minus, H plus, 6 vur, 2 üstü 13 bit. Yəni H-lar gedir, qalır burada nə? 6 vurulsun, 2 üstü 13 bit. Burada bitlər ixtisar gedir, daha sonra x bərabərdir, 6 ilə də 12 gedir, 2 qalır, burada da qalır 2 üstü 12 bit. Bit nə? Bit yox, 2 üstü 12 bitlər ixtisar gedir. 2 üstü 12, x-ə nə demişik? Simvol sayı. Deməli, simvol sayımızı tapdıq ki, 2 üstü 12-dir. Deyir, faildəki simvol sayını tapın. 2 üstü 12-də bilirik ki, 4096-dır. Yəni, cavabımız olur burada B variantı. Yetmiş 8-ci suala baxaq. Deyir, aşağıda verilən fayllardan neçəsi səs faylıdır? Səs MIDI, bəli, səs faylıdır, 1. Musiqi BMP şəkildir, deyil. Sonra proqramdır, PY. AV videodur, deyil. MP3 səsdir. Olacaqdır, bununla bu 2 dənə. Cavab C variantı. 79-cu suala baxaq. Mətn redaktorunda Respublika sözü yazılıbdır. Pub seçilərək Ctrl X vurulur. Yəni, Ctrl X bilirik ki, kəsir. Pub sözü kəsildi oradan. Qaldı nə? Reslika. Sonra deyək ki, 3 dəfə delete düyməsi sıxılıbdır. 3 dəfə delete düyməsi sıxılanda bilirik ki, kursor buradaydı da, burada qalıbdır. Baxın, 3 dəfə delete də bilirik ki, sağ tərəfi silir. Silinəndə, sağ simvolu silinəndə L, I, K 3 dəfə vurulanda belə qalır. Qaldı nə sonuncu sözümüz? Rest A. Bu qaldı. Daha sonra deyir ki, 2 dəfə C düyməsi sıxıldı. Buradaydı axı kursorumuz. Buradadır da, yəni buradan vura-vura gedirdi. Baxın, burada L-nı vurdu, sildi, I-ni, K-nı vurdu, sildi, A qaldı. Kursor hələ də buradadır. Burada da onda nə olacaq? 2 dənə bura C hərfi yaz deyir. Resca oldu sonuncu sözümüz. Resca. Deyir, 2 dəfə Ctrl V elə. Biz sözü seçmədən nə qədər Ctrl V eləsək də, yəni burada Ctrl V yaddaşda nəyi götürmüşdük? Kəsəndə o yaddaşa düşür də, Ctrl X eləmişdik. Pub sözün Ctrl X kəsəndə düşmüşdü yaddaşa, klip vardı. Mübadilə buferinə. İndi də Ctrl V vuranda 2 dəfə o gələcəkdir. Bizdə söz harada dayanmışdı? Kursorumuz burada dayanır da. Buradadır. Bir dənə bunu işarə ilə göstərin. Baxın, buradadır. Çünki 2 dəfə C-ni vurduqca yazıldı. İndi buradadır. Deyir ki, 2 dəfə də Ctrl V vur. Ctrl V vuranda kəsdiyimiz söz gələcək. Res, C, pub, A. Bu olacaqdır. Bu da cavab baxım.
Yəni cavab C variantı, C variantındadır. Kəsdiyimiz, kopyaladığımız söz mübadilə buferinə düşür. İstədiyimiz zaman da oradan əlavə edirik. Sözü seçib kəsə bilirik. Daha sonra da mübadilə buferinə əlavə edə bilirik. Daha sonra 80-ci suala baxaq. 17 düyüm olan monitorun diaqonal ölçüsünü santimetrlə təxmini hesablayın. 1 düyümümüz 2,54 santimetrdirsə, 17 düyümümüz neçədir? 200. Tənasiblə vururuq. 17-ni 2,54-ə vuran da alınacaq 43. Təqribi 43. Cavab olur D variantı. 81-ci suala baxaq. Deyir